Salam uşaqlar. Bugünkü mövzumuz quru səthində olan dağlar və düzənliklərdir. Yəni relyefdir mövzumuz. İlk öncə relyefin tərifindən başlayaq. Relyef yer səthində nahamarlıqların cəminə deyiləcəkdir. Bəs bu nahamarlıqlar nədir? Yəni yer səthində bizim həm düzən ərazilərimiz var, həm müsbət relyef formaları olan dağlıq zonalarımız var. Dağlıq. Həmçinin də bəzi ərazilərdə mənfi relyef forması sayılan məhz çökəşliklərimiz vardır. Çökəklik. Bu ümumi yer səthində olan nahamarlıqların cəminə isə biz relyef deyəcəyik. Relyef vahidləri müsbət və mənfi olmaqla iki hissəyə bölünəcəkdir. Birinci başlayaq dağlardan, yəni müsbət relyef formalarından. Dağlar. Dağlar yer səthində hündürlüyü 500 metrdən çox olan ətəyi, zirvəsi, yamacı aydın nəzərə çarpan relyef formasıdır. Dağlar mənşəyinə görə bölünəcəkdir iki yerə. Mənşəyinə görə. Mənşəyi deyiləndə nə nəzərdə tutulur? Yəni dağlar yaranmasına görə neçə yerə bölünür? Yaranması. Yaranmasına görə dağlar iki hissəyə bölünəcək. Birinci kateqoriyaya daxildir vulkanik dağlar. İkinci kateqoriyaya daxildir tektonik dağlar. Tektonik. Yəni, bu formada dağlar yaranır. Ya tektonik hərəkətlər nəticəsində və yaxud da ki, vulkanizm nəticəsində. Vulkanik dağlar vulkan püskürməsi nəticəsində yaranır. Buna aid xüsusiyyətlər nədir? Bir, deyəcəyik, silsilə əmələ gətirmir, silsilə yaratmır və vulkanik dağlar şiş uclu olmur. Şiş uclu olmur. Nəyə görə şiş uclu olmur? Biz bilirik ki, vulkan püskürməsi zamanı vulkanların başında qıf formalı bir çuxur yaranır ki, buna da deyirlər krater. Məhz bu kraterdən lava kənara püskürdüyü üçün burada şiş ucun yaranması qeyri-mümkündür. İkinci kateqoriya tektonik dağlardır. Tektonik dağlar yer səthində üfüqi hərəkətlənmələr nəticəsində olur. Yəni, litosfer tavalarının toqquşması nəticəsində yaranır bu dağlar. Tektonik dağlar isə üç kateqoriyada birləşəcəkdir. Birinci dağlara deyəcəyik qırışıq dağlar. Qırışıq. İkinci kateqoriya qırışıq faylı dağlar. Qırışıq faylı dağlar. Üçüncü kateqoriya isə sırf faylı dağlardan ibarətdir. Qırışıq dağlar yaş olaraq bölgüdə cavan dağlara aid olunur. Cavan. Faylı dağlar isə qoca dağlara aiddir. Qırışıq faylı dağlar isə yenidən fəallaşmış dağlar hesab olunur. Yenidən fəallaşan. Yer səthində yenidən fəallaşan üç dağımızı nümunə götürəcəyik. Bunlar hansıdır? Tian Şan, Altay və Sayan dağları. Bu üç dağımız yenidən fəallaşan dağdır. Bəs nəyə görə yenidən fəallaşdı? Belə deyək də, Kaynozoy erasında yer səthinin yenidən qalxmasına məruz qaldığı üçün bu dağlar yenidən fəallaşan dağlardır. Nəticə etibarilə yenidən fəallaşan dağlar da yaş olaraq qoca dağlar hesab olunacaqdır. Sadəcə olaraq fəallaşmasını göstərən bir neçə amil var. Bu amillərdən birincisi həmin ərazilərdə tektonik proseslər aktiv gedir. Tektonik proseslər çox aktivdir və həmin dağların hündürlüyü çoxdur. 7000-dən yüksək zirvələri var. Hündürlük çox olduğu üçün, yəni özlərini cavan dağ kimi göstərirlər. Cavan dağlar aydın məsələdir ki, bizim geosinkral qurşağımızda formalaşan dağlar olacaq. Yəni, Ant-Kordilyer silsiləsində olan dağlar, Kordilyer və Alp-Himalay geosinklalında olan dağlar məhz cavan dağlar silsiləsinə aiddir. Qoca dağlar isə digər bu silsilələrdən xaricdə formalaşan dağlar hesab olunur. Bunlar da bizim tektonik dağlarımız idi. Tektonik dağlara aid bir-iki dənə də əlavə eləmiş olsaq, deyərik ki, vulkanik dağların əksinə bu silsilə yaradacaqdır, yaradır və bu dağlar şiş uclu olur. Şiş uclu. Şiş uclu zirvələr pik nöqtə adlanır. Pik nöqtə. Və silsilə nə deməkdir? Bunu da bir izah verək. Silsilə ardıcıl mənasına gəlir. Ardıcıl. Yəni, bir dağ burada, onun ardınca və bu formada davam edir. Buna biz artıq deyəcəyik silsilə. Yəni, çarpışma nəticəsində biz ardıcıl dağların yarandığını müşahidə edirik ki, bu mənşənin üzrə tektonik dağlara aiddir. Amma vulkanik dağlarda silsiləni görə bilmərik, çünki zəlzələ
və belə deyək də vulkanizmin aktiv olduğu hissələrdə sırf vulkanların səthə çıxdığı zonada yaranır vulkanik dağ. Ona görə bunlar silsilə yaratmır. Tək dağlar olacaqdır. Başqa burada əlavəmiz nə olacaq? Xəritə üzərində bu dağları göstərək, sonra düzənliklərə davam edək. Çalışacağım dağları materik-materik göstərim ki, sizə də asan olsun. Birinci başlayaq Şimali Amerikadan. Şimali Amerikada qərb hissə Kordilyer dağları ilə əhatələnmişdir bu zona. Kordilyer dağlarının materikin içə tərəf olan silsiləsi, yəni şərqə doğru olan hissəsi qədim zonadır. Burada silsilə olaraq qayalı dağlar formalaşmışdır ki, bu qayalı dağlar qədim dağlara aid edilir. Mezozoy kimmeri yaşlıdır. Amma Sakit Okean sahillərində toqquşma nəticəsində yarandığı üçün Qərbi Kordilyer artıq Cavan dağlar siyahısına daxildir və bu dağlara nələr aid olunacaqdır? Deyəcəyik Kaskad dağları, sahil sıra dağları, bir də cənub hissədə Meksika yaylasına çatanda Sierra Nevada, Sierra Madre dağları Kordilyerin davamı olaraq Cavan dağlar silsiləsinə aiddir. Şimali Amerikada qoca dağlarımızdan biri də var ki, bu şərqdə yerləşən Appalas dağlarıdır. Appalas dağları Kaledon və Hertsin qırışıqlığına aid olan dağlarımızdandır, yəni qədim dağlardır. Hər iki dağların özəlliyi nə olacaqdır? Deyəcəyik ki, hər ikisi okeanların sahilinə doğru paralel yerləşmişdir. Kordilyer dağlarının ən yüksək zirvəsi isə McKinley 6194 metrə bərabərdir. Bu Şimali Amerika. Keçək Cənubi Amerikaya. Cənubi Amerikada əsas cavan dağımız materikin qərbində yerləşən Ant dağlarıdır. Şimaldan cənuba doğru 9000 kilometr məsafədə uzanır və dünyanın ən uzun dağ silsiləsi hesab olunur. Bu dağlarımız cavan dağlardır. Üstündə cavan olduğunu sübut edən bir sıra fəaliyyətdə olan vulkanlar vardır. Bunlardan biri Ruiz, Cotopaxi, San Pedro, Liuliaco əsas fəaliyyətdə olan vulkanlarıdır. Chimborazo isə sönmüş vulkanı hesab olunur. Bu da bizim Cənubi Amerika. Cənubi Amerikanın şərqində sırf yaylalar və yüksəkliklər var. Yəni düzən ərazidir deyə artıq materikin şərqində dağadı çəkə bilmərik. Keçək növbəti materikimiz Afrika materikidir. Afrika materiki yeganə cavan dağı şimalında yerləşən Atlas dağıdır. Atlas dağları cavan dağ olduğu üçün Alp qırışıqlığında formalaşmışdır və Atlas dağları haqqında belə bir ifadədə işlədə bilərik ki, Alp-Himalay geosinkronunun ən qərb hissəsidir. Atlas dağlarının ən hündür zirvəsi isə Tukkal 4165 metr hündürlüyünə bərabərdir. Afrikanın digər qoca dağlarına keçdikdə cənubda yerləşən Kap və Əjdaha dağlarını görəcəyik. Bunlar Hersin dağ əmələ gəlməsində formalaşan dağlardır. Yəni yaşına görə qədim dağlar hesab olunacaqdır və Afrikada şimal hissədə bəzi şahid dağlarımız da formalaşmışdır ki, artıq onlar hündürlüyü azaldığı üçün belə deyək ki, yaylalar adlanır. Hansıdır bu şahid dağ və ya yayla adlandırdığımız hissə? Axaqqar yaylası, Tibesti yaylası, Darfur və Cos platosudur ki, Afrikada şahid dağlara aiddir. Şahid dağ nə deməkdir? Yəni keçmişdən qalan dağ deməkdir. Keçmiş hadisələri, inkişaf mərhələlərini görən dağ mənasına gəlir. Qoca dağlar siyahısına daxil olan dağlardandır. İndi isə növbəti materik olan Avustraliya haqqında məlumat verək. Avstraliyanın şərqində ən belə deyək uzun dağ silsiləsi olan Böyük Su Harici silsiləsi yerləşir. Hersin dağ əmələ gəlmə mərhələsinə aiddir və qoca dağlara aid olunur. Ümumiyyətlə uşaqlar, qoca və cavan dağları seçmək üçün bir qayda olaraq yadda saxlayırıq ki, Alp dağ əmələ gəlməsində hansı dağların adını çəkmişiksə deyəcək bunlar cavan dağlardır. Amma bundan əvvəldə olan dağ əmələ gəlmələrdə formalaşan dağlar isə qoca dağlardır. Qoca. Bəs bu digər dağ əmələ gəlmələr nə idi? Baykal, Kaledon, Hersin qırışıqlığı və Kimmeri Mezozoy. Mezozoy. Düzdür, Baykal qırışıqlığından bu yana dağlar gəlməyib, artıq o qədər aşınma gedib ki, həmin ərazidə denudasiya o qədər aktiv olub ki, Baykal qırışıqlığında yarananlar artıq sırf düzən əraziyə, platformaya çevrilmişdir. Amma digərlərində yarananlara deyəcəyik ki, artıq qoca dağlar siyahısına daxildir.
Yaxşı, bu oldu Avstraliya və Avrasiyaya gələk. Avrasiya. Avrasiyanı Avropa və Asiya olaraq iki hissəyə bölüb danışaq ki, sizin üçün rahat olsun. Avrasiya materiki bilirik ki, cənub hissəsi sırf geosinknal qurşaqdır. Çünki burada Afrika, Ərəbistan və Avrasiya litosfer tavalarının toqquşması nəticəsində olduğu üçün relyefin həmin hissəsi qabarmaya məruz qalmışdır. Bu da Cavan dağların formalaşmasına səbəb olmuşdur. Cavan dağlarına gəldikdə, birinci Piriney yarımadasının cənubunda yerləşən Əndəlüs dağları, şimalında yerləşən Piriney dağları, Alp dağları, Apinin dağları eyni adlı yarımadada yerləşəcəkdir. Qədim dağlardan Sudet dağlarıdır. Burada Karpat Cavan dağdır. Dinar dağları Cavan dağdır. Krım dağları Cavan dağlardır. Türkiyə ərazisində Qaradəniz sahillərində Pont dağları Cavan dağdır. Cənubda Aralıq dənizi sahillərində isə Tavr dağları Cavan dağdır. Tavr dağlarının ikinci bir ad olaraq Toros formasında da biz görə bilərik. Eyni ifadəni bizə verəcəkdir. Azərbaycan, Gürcüstan, Ermənistan ərazisindən keçən Qafqaz dağları iki hissəyə, silsiləyə bölünür. Bilirsiniz ki, Böyük Qafqaz, Kiçik Qafqaz, bunların hər ikisi Cavan dağlıq qurşağa daxildir. Bu Avropanın cavan və qoca dağlarını biraz qarışıq dedim, amma hər birinin cavan qoca olmasını vurğuladım. Yəqin ki, dərsi qulaq asanda özünüz qeydləri apararsınız. Skandinaviya yarımadasında olan eyni adlı dağlardan da danışmaq istəyirəm ki, bu da qədim dağlar siyahısına daxildir. Həmçinin Ural dağları da qədim dağlardandır. Ural dağları Hersen qırışıqlığına, Skandinaviya dağları Kaledon qırışıqlığına aid olan dağımızdır. İkinci qitəsi olan Asiyada yerləşən dağlara. Asiyada yerləşən dağlarımız. Asiyada yerləşənlər. Aha. Demək, davam eləyirik buradan. İranın cənubunda yerləşən Zagros silsiləsi Cavan dağdır. İran və Türkmənistan sərhəddində yerləşən Kopet dağ yenə Cavan dağdır. Sırf burada Cavan dağların adlarını çəkəcəm. Hindukuş dağları, Pamir dağları və Himalay dağları Avrasiyadın Asiya qitəsində yerləşən Cavan dağlar siyahısına daxildir. Bəs burada qədim dağlar hansıdır? Böyük Xinqan qədim dağdır. Onun ərazisində Kiçik Xinqanı deyə bilərik, qədim dağdır. Sxoti Alen, Kimmeri, Mezozoydur. Verxoyanskidir, Çerskidir, Cukdur silsilələridir. Burada Stanovoy, Yablonovoy silsilələri var ki, bunların hər biri qədim dağlar hesab olunur. Və fikir versək, burada sıra ilə demək olar ki, şimaldan cənuba düzülübdür. Sayan, Altay və Tiyanşan dağları. Biz buna bayaq dərs izah eləyəndə dedik ki, yenidən fəallaşan dağdır. Düzdür, yenidən fəallaşmasına baxmayaraq, bunlar kateqoriya olaraq qoca dağlar siyahısına daxildir. Bəs dedik, nəyə görə bunlar yenidən fəallaşandı? Çünki Kaynazoy dövründə dedik, Hindistanın gəlib bura toqquşması nəticəsində yer səthi qabarmışdı və onların da hündürlüyünün yenidən artmasına səbəb olmuşdur. Burada tektonik hadisələr baş verir və hündürlük çox olduğu üçün bunlar da yenidən fəallaşan dağlar siyahısına aid olunur. Və bizim Hindistan yarımadasını qərbdən və şərqdən əhatə edən qərbi və şərqi qat dağları da var ki, bunlar da qoca dağlar hesab olunacaqdır. Ümid eləyirəm ki, dağlar barədə yetəri qədər geniş məlumat verdik və sizə hər şey aydındır. İndi isə keçək düzənliklər barədə danışmağa. Düzənlik. Düzənliklər yer səthinin hamar sahələrinə deyiləcəkdir. Bu düzənliklər də bir mənşəyinə görə, bir də hündürlüyünə görə bir neçə növə bölünür. Birinci bura yazaq hündürlük, sonra mənşəni yazarıq. Düzənliklər hündürlüyünə görə aşağıdakı hissələrə bölünür. Birinci, ikinci, üçüncü, bir də dördüncünü də qeyd eləyək. Birinci başlayaq nədir? 0-200 metr aralığında dəyişən düzənliklərə. Artıq buna biz deyəcəyik ovallıq. Ovallığın hündürlüyü 0-200 metr arasındadır. 200 metrdən 500 metrə qədər olan düzənliklərə isə biz deyəcəyik yüksəklik. Yüksəklik və 500 metrdən yuxarı olan düzən hissələrə isə deyəcəyik yayla. Dünyanın ən hündürdə yerləşən yaylası
Tibet dağlıq yaylasıdır. Geosinknal ərazidə yerləşir və hündürlük bu ərazidə 8000 metri keçəcəkdir. Bəs indi belə bir sizdə fikir yarana bilər ki, bəs qayda olaraq demişdik ki, ətəyi, yəni 5 ətəyi zirvəsi yamacı nəzərə çarpsın, hündürlüyü də 500 metrdən yuxarı olsun. Bəli, burada 8000-i görəndə uşaqlar fikirləşə bilər ki, Tibet dağdır, amma bu dağ deyil, dağlıq yayladır. Nəyə görə dağlıq yayla deyirik? Çünki burada hündürlük çox olmasına baxmayaraq, üst hissəsi tamamilə hamarlanmış demək olar formadadır deyə ən hündürdə yerləşən düzənlik olaraq Tibet qeydə almaq lazımdır. Bir də burada ox işarəsi qoymuşam. Bu nədir? Bəzi ərazilər var ki, ovalıqdan daha alçaqda yerləşir. Yəni 0 metrdən aşağıdır. 0 metrdən aşağıdır, aşağı. Bu hissələr artıq adlanacaqdır çökəklik. Çökəklik, bu da düzənliyin bir növüdür. Və 0 metrdən aşağı olan hansı düzənlikləri tanıyırıq? Burada əsasən iki düzənliyə xüsusilə adını vurğulamaq lazımdır. -27 metrdə yerləşən Xəzər sahili ovalıq, Xəzər sahili, ovalıq da deyirik, çökəklik də deyə bilərik buna. Bir də -16 metr dərinlikdə yerləşən Eir çökəkliyi ətrafı misal göstərmək olar. Eir çökəkliyi. Çökəkliyi. Bəli, demək 0-dan aşağı biz düzən sahə görürüksə, bunlar adlanacaq çökəklik. Bu bizim hündürlüyünə görə düzənliyimizin növü oldu. İndi isə danışaq düzənliklərin mənşəyinə görə növündən. Burada qeyd edeyim, düzənlik mənşəyi. Bayaq dağların da mənşəsini danışanda dedik ki, mənşə yaranma deməkdir, yaranma. Yəni, bu dağ və ya düzənlik necə yaranıbdır, buradan söhbət gedəcəkdir. Düzənliklər də mənşənicə iki hissəyə bölünəcək. Birincisi akkumulyativdir, akkumulyativ. İkincisi isə denudasyon düzənliklərdir. Denudasyon, denudasyon. Akkumulyativ sözünün mənası nə deməkdir? Toplanma. Denudasiya sözünün mənası isə parçalanma deməkdir. Parçalanma. Yəni, bu daha doğrusu bu düzənlik necə formalaşıbdır? Parçalanma nəticəsində materiallar aşınıbdır, hündürlük azalıbdır, düzənliyə çevrilib. Artıq biz buna deyəcəyik denudasyon düzənlik. Bir də var, deyirik ki, akkumulyativ düzənlik. Bəs bu necə formalaşıbdır? Çay mı gətirib çöküntü toplayıbdır, yaxud küləyin eol relief formaları gətirib toplayıbdır. Bu nəticəsində də, belə deyim də, yer səthi hamarlanıb ki, bu da akkumulyativ, yəni toplama nəticəsində yaranan düzənliklərdir. Deməli, uşaqlar, biz bəzən testlərə salanda yazırlar ki, aşağıdakı düzənliklərdən hansı akkumulyativdir? Bəs bu zaman nə edəcəyik? Bu zaman biz baxırıq, hansı düzənliyin yanında ovalıq yazıbsa, demək o akkumulyativdir. Yəni, sizə akkumulyativ düzənlikləri seçin deyəndə siz gedib ovalıqları seçməlisiniz. Yox, əgər sizə desə, denudasyon mənşəli düzənlikləri seçin testdə. Bu zaman biz ora ya yayla yazmalıyıq, ya da yüksəklik yazmalıyıq. Aydındır? İndi isə keçək, bu bizim düzənliyimiz idi. Yetəri qədər də geniş məlumat verdik. Bir bunu qeyd eləyək ki, ovalıqlar xəritədə yaşıl rəngdə veriləcəkdir. Yüksəkliklər və yaylalar sarı rəngdə, hətta yaylalar daha biraz tünd sarı gəlir. Yəni, haradasa karişni rəngdə deyək, qəhvəyi rəngdə deyək ki, veriləcəkdir. Çökəkliklər isə tünd yaşıl rəngdə verilir. Tünd yaşıl. Yəni, biz bu rəng salarını əsasən xəritədə oxuyanda bilirik ki, həmin ərazi ovalıqdır, yoxsa yüksəklik və ya yayladır. İndi gəlin bu danışdıqlarımızı xəritə üzərində sizə göstərək. Siz də həm denudasyon, həm də akkumulyativ mənşəli düzənlikləri xəritədə seçməyi bacarasınız. Burada da materik çalışacağım, göstərəm. Birinci başlayaq Avrasiyadan. İlk öncə ovalıqlar haqqında. Ovalıqları göstərək. Başladıq. Qərbi Sibir ovalığı. Yana İndigirka ovalıqları. Böyük Çin düzənliyi. Hind və Qanq ovalıqları. Mekong sahili ovalıq. Mekong sahili ovalıq. Turan ovalığı. Dəzlə Fərat çayları arasında Mesopotamiya ovalığı Avrasiyanın ən böyük ovalıqlarına daxildir. İndi isə keçək Avropadakıları göstərək. Avropada, deməli uşaqlar, biz deyəcəyik
Po çayı sahilində Padan ovalığı. Bu bizim Dunay çayımızdır. Dunay çayı sahillərində burada yazacağıq Orta Dunay. Bura isə aşağı Dunay ovalıqlarıdır. Yəni bu ikisini də deyəcəyik. Avropanın ən böyük ovalığı olan, hətta düzənliyi olan deyək, Almaniya, Polşa ovalığıdır və Ural dağları ilə şərqdən sərhədlənən Şərqi Avropa düzənliyi bizim əsas ovalıqlarımızdandır. Şərqi Avropa düzənliyini fikir verirsinizsə, yaşıl rəngdə veribdilər. Amma ərazidə bəzi hissələr sarıntıldır. Bax, bu zona, bu zona, bu zona. Burada da onun ərazisində formalaşan yüksəkliklər var. İndi birazdan onlara da toxunacağam. Amma materik qoy bütün hamısının ovalıqlarını deyim. Sonra keçəcəm yüksəkliklərə, yaylalara və Şərqi Avropada olanları da sizə qeyd edəcəyik. İndi isə keçək Şimali Amerikaya. Şimali Amerikada hansı ovalıqları tanıyırıq? Burada deyəcəyik Hudson sahili ovalıq, gəldik Atlantik sahili ovalıq, Meksika sahili ovalıq və burada şaxələnən bir çay görürsünüz. Sizin üçün daha da tündləşdirək. Burada deyəcəyik Mississippi sahili ovalıq. Ən əsas iri ovalıqlarındandır. Keçək Cənubi Amerikaya. Cənubi Amerikada Amazon çayının sahilində dünyanın ən nəhəng ovalığı olan Amazon ovalığı, Orinoco çayı sahilində Orinoco ovalığı, düşdük aşağıya Parana çayının əmələ gətirdiyi La Plata ovalığı Cənubi Amerikanın əsas ovalıqlarıdır. İndi isə Afrikadakılardan danışaq. Afrikada əsasən burada hündürlüyü az olan Çad ətrafı ovalıq, Kongo ovalığı əsas ovalıqlardandır. Növbəti materikimiz Avustraliyadır. Avstraliyadan deyəcəyik, bayaq deyirdim axı Eir gölü -16 metr. Məhz baxın görürsünüz daha tünd veribdir bu hissəni. Bura Eir gölü ətrafı çökəklikdir və Eir gölünün də üstündə deyəcəyik mərkəzi Böyük Hövzə ovalığı Avstraliyada yerləşən əsas ovalıqlardandır. Karpentariya sahili ovalığı da nümunə göstərə bilərik. Karpentariya körfəzinin ətrafındadır. Bax, bu zonada Karpentariya ovalığı adlanır. Karpentariya sahili. İndi isə keçək, ovalıqlar bitdi. Yüksəkliklərdən başlayırıq. Ovalıqların hamısında akkumulyasiya. Bəs denudasiya harada olmalıdır? Denudasiya da bizim belə deyək, yaylaların və yüksəkliklərin olduğu hissələrdədir. Denudasiyon düzənliklər bir-bir göstərməyə çalışaq. Şərqi Avropa düzənliyinin içində dedik bir sıra yüksəkliklər var. Bu yüksəkliklər hansıdır? Stavropol yüksəkliyi, sonra Volqa boyu yüksəklik, Volqa boyu, Dnepr boyu yüksəklik, Dnepr boyu, Valday yüksəkliyi, Şərqi Avropa düzənliyinin ərazisində bu sarımtıllarda yerləşən məhz yüksəkliklərdir. Bütün yüksəkliklərdə də hansı proses gedəcəkdir? Deyəsiz denudasiya. İndi isə keçək digər düzənliyimizdən, yüksəkliyimizdən danışaq. Burada əlavə bir yüksəklik yoxdur, amma Avropada yerləşən belə deyək, yaylalarımız Meseta yaylasıdır, hansı ki bu geosinknalda yerləşən yayladır. Sonra Asiyaya gedək. Asiyada Orta Sibir yaylası ən böyük yaylalarındandır. Sonra burada Tibet dağlıq yaylası ən hündürdə yerləşən yaylasıdır. Hindistan yarımadasında yerləşən Dekan yaylası, geosinknal qurşaqda yerləşən İran yaylası, Azərbaycan ərazisində Qarabağ vulkanik yaylası, Türkiyə ərazisində Anadolu yaylası əsas yaylalardandır. Sonra buradan əlavə nə deyə bilərik sizə? Bunu qeyd eləyək. Bəzən Orta Sibir və Qərbi Sibir yazırlar. Hansında akkumulyasiyada, hansında denudasiya. Dedik akkumulyasiya deyəndə ovalıq götürməliyik. Ona görə Qərbi Sibir ovalığı desə akkumulyasiya, Orta Sibir yaylası dedikdə isə biz denudasiya yazmalıyıq. Gələk digər materikimizə. Şimali Amerika. Şimali Amerikanın yüksəklikləri və yaylalarına böyük düzənliklər. Burada geosinknalda yerləşən Yukon yaylası, Böyük Hövzə, Kolorado platosu,
Meksika dağlıq yaylası, Labrador yarımadasında Lavrenti yüksəkliyi və Kanada qalxanı onun ərazisində olan yüksəklik və yaylalardır. Bir də uşaqlar, burada plato sözü sizə təzə termin kimi gələcəkdir. Plato nə deməkdir? Plato daha hamar olan yaylaya plato deyirlər. Yəni burada relyef daha çox hamardır. Yaylaya baxanda o daha belə deyim, hamar hissələrdir. Afrikada əsas yaylalarımız Efiopiya yaylasıdır və Şərqi Afrika yaylasıdır. Burada da yayla dediksə denudasiya yazacağıq. Gələk Cənubi Amerikaya. Cənubi Amerikada Qviana yaylası, Braziliya yaylası və La Plata ovalığından cənubda yerləşən Patagoniya yaylası əsas yaylalardandır. Və bayaq qeyd elədik Ant dağlarını. Ant dağlarının üstündə bizim geosinkronal yaylalarımız var. Bunu əslində mənim dəstəklədiyim uşaqların hamısı çox yaxşı bilir. Peru, Puna, bir də Boliviya yaylaları. Boliviya yaylaları burada geosinkronal yaylalardır. Cənub hissədə 20 dərəcəli paralelin ətrafında olan hissədə 20 cənub enliyinə yaxın belə deyək, daha cümlə düz olsun. İqlimin daha isti və quraq olması ilə fərqlənən zona var ki, burada deyəcəyik altiplanolar. Düzgün yaza bilsəm, altiplanolar. Bu da geosinkronalda yerləşən yayladır. Burada istisevər bitkilər daha çox olacaqdır. İndi isə danışaq Avstraliyada. Bayaq qeyd eləməmişəm, Nallarbor düzənliyi də ovalıqlara aiddir. Yaxşı. Gələk yaylalarına. Qərbi Avstraliya yaylası ən böyük yaylasıdır. Onun da içərisində xüsusi səhralar var. Simpsondur, Böyük Viktoriyadır, Böyük Qumludur və s. Və dedik ki, yaylaya baxanda biraz nisbətən hamar olan sahələrə plato deyəcək ki, Arnavut yarımadasından bir balaca cənubda da Barkli platosu yerləşir ki, onun yaylalarına aiddir. Bu qədər. Materiklər üzərində həm düzənliklər, həm də dağlıqlar əlimizdən gəldiyi qədər göstərməyə və izah eləməyə çalışdıq. Ümid edirəm ki, izləyən hər kəs üçün faydalı ola bilər. Sağ olun.